Dəyərli izləyicilərimiz, təqdim edəcəyim ev Şuşa romanında yerləşir. Əslində Şuşa romanının bitəcəyi yeni romanın başlanğıcıdır. 2 sot yarımın içində sizə 2 mərtəbə həyət evi ilə gəlmişəm. Yuxarı çölə çıxanda kürsü yadından çıxdı, çölə çıxanda maqa kürsüsünü deyərik. Mərtəbə arası monolit, keç göstər qaqa. 3 yerdən evə kəmər atılıb. 6 otaqdır. Yola, marşrut yoluna cəmi 80 metr. Yaşayışlı 6 otaqlı həyət evidir. Mətbəxini göstərdik. Bu da aşağı üçün sanitar qovşağı sanuzeldir. Qonaq otağını da göstərəcəyik. Qonaq otağını təqdim eləyirik. Ev Araz və Pətək marketə yaxın məsafədədir. İnanın, yoldan saysaz 3-cü, 4-cü evdir. Yaxşı 5-ci, 6-cı olsun, bir də yalançı çıxaram. Keçdik 2 mərtəbəyə. Mərtəbə arası monolit. Özü birinci mərtəbədə kürsülüdür. Adətən 2 mərtəbələrdə kürsü olmur. Çox vaxt haqlı olaraq müştərilərimiz gilə eləyirlər. İkinci mərtəbənin geniş girəcəyi arxanda otaq var idi. Hə, özün gör. Hə, evi. Elə mi görmədin onu? Burada bir kiçik otaq var. Elə bir gəmidir. Elə bir gəmidir. Böyük pəncərəsi var, kiçik pəncərəsi də var. Geniş böyük otaqdır. Evin qazı, ay maşallah. Allah alına da satana da indən xeyir versin. Qazı, suyu, işığı hamısı var. Sayğaclar qoyulub. İstilik sistemi kombidir. Kombisi, radiatoru. Hər bir şey var. Start qiymət 155 min manatdır. Yəni müştəriyə təbii ki, indirim olacaq. Sənət torpağın çıxarışıdır. Yuxarı mərtəbənin sanitar qovşağı sanuzeldir. Bütün aksesuarlar var. Keçək sizi həyətlə tanış eləyəcəm. Pilləkəni betondur. Ehtiyatlı olaq, sürüşmə. Keramika, mərmər, qranit. Keçdik sizi həyətlə tanış eləyək. Həyətdə adam yoxdur. Yoxdur. Gəl rahat. Pauzaya qoy. Həyət yəni sahəsidir. Çox təəssüf ki, evdə ev əhalisi çoxdur. Üzürlü sayın. Biz pauza verə çəkirik. Birinci mərtəbə 10 daş kürsüdədir. Dediyim kimi, adətən 2 mərtəbələrdə kürsü qoymurlar, amma görürsünüz, rahat gözlə görünəcək kürsü var. Boy verən padvalı var ki, evin altında splaşını gəzmək olur. Ev 4 bir tərəfdən heç bir evə birləşik deyil, hamısının məsafəsi var. Həyətində günə gözəl belə bir bisetkası var. Bir dənə burada manqalxana ilə maqa yay mətbəxi çatmır da, özlərinin əl manqalı var. Padvalına giriş buradan da, dəmir də qapı qoyublar. Evin aşağısı da istyaşqa olunub, qupqurudur. Yəni gələn müştəri rahat şəkildə baxa bilər. Start qiymətimiz 155 min. 155 mindir, bəli. 155 min manatdır. Məlumata görə çoxdur ki, bizim yadda saxlaya bilmirik. Real müştəriyə də təbii ki, ev yəsi tərəfindən indirim olacaq. Geniş maşın girmək üçün jaliz qapı ayrı, giriş qapısı ayrı da, həyət üçün sanitar qovşağı da var. Bax, maqa. Gör sanitar qovşağı deyil, kombi otağıdır. Aha. Qazın, suyun, işığın hamısının sayğacı qoyulub, təkrar eləm, torpağın çıxarışıdır. Belə əzizlərim, videonu sonuna qədər izlədiyiniz üçün təşəkkür edirik. Profildəki nömrələrlə əlaqə saxlayın. Evin qalan nə məlumatını istəyirsiniz, ətraflı izah eləyə bilərik.